Hər vaxtınız xeyir. Bu dəfə də maraq kəsb edən xəbərləri təqdim edəcəm. Məlumatlara keçməzdən əvvəl isə xatırladım ki, ən son xəbərləri daha operativ mənim Telegram kanalımda oxuya və izləyə bilərsiniz. Telegram kanalı artıq yenilənmiş ad və loqo ilə fəaliyyət göstərir. zm/Novosti Azərbaycanı axtarışda məhz bu adla taparaq abunə ola bilərsiniz. Kanalın linki bu videonun təsvir hissəsində və elə şərh bölməsində də yerləşdirilib. İndi isə xəbərlər. Məlum olduğu kimi, Rusiyada miqrasiya dəyişikliyindən sonra Rusiya vətəndaşları üçün Azərbaycanda da qalma qaydaları dəyişib. 2025-ci ilin yanvarın 1-dən etibarən Rusiya vətəndaşları Azərbaycanda artıq bir təqvim ili ərzində maksimum 90 gün vizasız qala bilərlər. Bu müddət bitdikdən sonra Rusiya vətəndaşları mütləq şəkildə ölkədən çıxmalı və yalnız müəyyən fasilədən sonra geri qayıda bilərlər. Bu dəyişiklik həm sərhəd nəzarətini gücləndirmək, həm də miqrasiya prosesini tənzimləmək məqsədi daşıyır. Azərbaycan vətəndaşlarının Rusiyada qalma müddətinə gəlincə isə Azərbaycan vətəndaşları da Rusiyada vizasız rejimlə yalnız 90 gün qala bilər. Bu müddət dolduqdan sonra ya ölkədən çıxmalı, ya da 7 iş günü ərzində miqrasiya qeydiyyatından keçərək rəsmi status qazanılmalıdır. Qeydiyyatçız qalmaq halında isə məlum olduğu kimi hüquqi problemlər və cərimələr qaçılmaz ola bilər. Bundan başqa bilirsiniz ki, biometrik və tibbi prosedurlar da qüvvədədir. Əgər Rusiyada işləmək və ya uzun müddətli yaşamaq istəyirsinizsə, sizdən foto, barmaq izi, eləcə də tibbi müayinədən keçmək tələb olunur. Bu əsasən patent, RVP və VNJ almaq istəyənlərə şamil edilir və Rusiyada artıq qeydiyyat prosesi bir çox şəhərlərdə elektron şəkildə aparılır. Quru sərhədlərə gəlincə, Azərbaycanın quru sərhədləri hələ də bilirsiniz ki, bağlı vəziyyətdədir. Bu qərar ilk dəfə 2020-ci ildə pandemiya səbəbilə qəbul edilmişdi və son qərara əsasən ən azı 1 iyul 2025-ci ilədək sərhədlərin açılması nəzərdə tutulmur. Hələlik giriş-çıxış yalnız hava yolu ilə mümkündür. Bununla belə, gündəmdən düşməyən bu mövzu bu günlərdə daha da aktuallaşıb. İyulun 1-də quru sərhədlərin açılması ilə bağlı suallar yaranır. Bir çoxları sərhədlərin nə zaman açılacağı ilə maraqlanır, lakin qeyd edim ki, hələlik bununla bağlı rəsmi açıqlama verilməyib. Bununla belə bir sıra millət vəkili bu məsələni şərh edir. Millət vəkili Razi Nurullayev açıqlamasında quru sərhədlərin açılmasını istədiyini və bunun vacibliyini vurğulayıb. Ümid edirəm ki, quru sərhədlər vasitəsilə gələn təhlükələrin qarşısını hüquq mühafizə orqanları qətiyyətlə ala bilər. Bunun üçün dövlətimizin bütün imkanları mövcuddur. Statın sonu. Deputat qeyd edib ki, quru sərhədlər vasitəsilə az qala 700-800 min adam dolanışığını təşkil edirdi və o ümid edir ki, quru sərhədlərin açılması üçün tezliklə lazımi tədbirlər görüləcək. Bu arada isə qeyd edim ki, hazırda yalnız Naxçıvan-Türkiyə sərhədi fəaliyyət göstərir. Rəsmi rəqəm olmasa da bu keçid məntəqəsindən gündəlik 2-3 minə yaxın insanın keçdiyi deyilir. Bu keçid əsasən Türkiyəyə gedən və ya Naxçıvana dönən vətəndaşlarımız üçün aktiv, alternativdir. Yenidən miqrasiya mövzusuna qayıdaq. Məlum olduğu kimi, Rusiya giriş qaydaları dəyişir və 30 iyun 2025-ci il tarixindən elektron anket artıq məcburidir. Yəni 2025-ci ilin iyunun 30-dan etibarən vizasız rejimlə Rusiyaya gəlmək istəyən bütün əcnəbilər, o cümlədən ilə Azərbaycan vətəndaşları sərhədi keçməzdən əvvəl xüsusi elektron anket doldurmalı olacaqlar. Yəni artıq sabah bilet alım Rusiyaya gedim söhbəti yoxdur. Bu sistem artıq Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənib və miqrasiya prosesinin daha şəffaf və nəzarətli şəkildə idarə olunmasını hədəfləyir. Bəs bu yeni qaydalar kimlərə aiddir? Bu tələb əsasən vizasız rejimlə Rusiya daxil olan ölkələrin vətəndaşlarına şamil olunur. Söhbət Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızistan, Tacikistan və sairə MDB ölkələrinin vətəndaşlarına, qısa müddətli səfər edən turistlərə, tədbirlərdə iştirak edənlərə və ya yaxınlarını ziyarət edənlərə şamil olunur. Bəs elektron anket necə və nə vaxt doldurulmalıdır? Anket Rusiya girişdən ən azı 72 saat əvvəl təqdim olunmalıdır. Rəsmi elektron platforma Gosuslugi portalı üzərindən bu sənəd doldurulur. Anketdə ad, soyad, doğum tarixi, pasport məlumatları, səfərin məqsədi, qalacağınız ünvan və giriş nöqtəsi daxil ediləcək. Anketi təqdim etdikdən sonra təsdiq kodu və ya QR kod şəklində sənəd əldə olunacaq. Bu sənəd sərhəd keçidində mobil və ya çap formatında təqdim olunmalıdır. Təcili hallarda istisnalar mümkündür. Məsələn, tibbi müalicə, dəfn və ya başqa zəruri səbəblərlə təcili səfər edən şəxslər üçün bu müddət minimum 4 saata qədər azaldıla bilər. Bunun üçün isə təsdiq edici sənəd mütləq təqdim olunmalıdır. Bəs anket doldurulmaması nə ilə nəticələnə bilər? Elektron anket təqdim etməyən şəxslər Rusiya sərhədindən
geri qaytarıla bilər. Əgər məlumatlar qəsdən saxtalaşdırılıbsa, administrativ məsuliyyət və giriş qadağası da tətbiq oluna bilər. Çünki artıq anketin doldurulması sərhədi keçmək üçün rəsmi və məcburi prosedur hesab olunur. Ekspertlərin fikrincə, bu Rusiyaya daxil olan əcnəbilərin öncədən qeydiyyata alınması, miqrasiya axınının planlaşdırılması və təhlükəsizlik baxımından nəzarəti, inteqrasiya tədbirlərini və sosial yükləmənin tənzimləməsi, ən əsasisi əcnəbilərin hüquqi vəziyyətinin şəffaflandırılmasını nəzərdə tutur. Bu mövzuya dair qısa tövsiyəyə gəlincə isə qeyd edim ki, əgər Rusiya tez-tez səfər edirsinizsə və ya 2025-ci ilin ikinci yarısından planlaşdırırsınızsa, Goslugi portalından qeydiyyatdan keçin, Rusiya miqrasiya saytlarını izləyin və sözsüz ki, səfərdən bir neçə gün əvvəl elektron anketi doldurub təsdiqləyin. Quru sərhədlərlə bağlı daha bir xəbər. Bir sıra dövlət qurumları və ekspertlər deyir ki, quru sərhədlərin bağlı qalması turizmə mənfi təsir göstərsə də, bu istiqamətdə milli maraqlar ön planda saxlanılır. Milli Məclisin daha bir deputatı bildirir ki, quru sərhədlər pandemiya dövründə bağlanılır və karantin rejiminin müddəti uzadıldıqca bu məhdudiyyətlər davam etdirilir. Deputat Arzuxan Əlizadənin sözlərinə görə hazırki dövrdə sərhədlərin bağlı qalması artıq birbaşa pandemiya ilə bağlı deyil, daha çox dövlət və milli təhlükəsizlik məsələləri ilə əlaqədardır. Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, ölkənin dövlət suverenliyi və milli təhlükəsizliyi daim xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Xüsusilə 44 günlük vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar bu məsələyə yanaşmada əlavə həssaslıq tələb edir. Məhz bu səbəbdən sərhədlərin açılması ilə bağlı qərar hökumət tərəfindən ehtiyatla və təhlillər əsasında qəbul edilir və bu proses hələ də davam edir. Gözlənilir ki, iyul ayının 1-dən sonra sərhədlərin taliyi ilə bağlı növbəti rəsmi qərar veriləcək. Statın sonu. Deputat vurğulayıb ki, şübhəsiz quru sərhədlərin uzun müddət bağlı qalması bir sıra sahələrə, xüsusilə də turizm sektoruna mənfi təsir göstərir. Eyni zamanda Azərbaycan vətəndaşlarının xarici ölkələrə səyahət imkanları da məhdudlaşdırılır. Digər tərəfdən quru sərhədlərin bağlı qalması xüsusilə Gürcüstandakı Borçalı bölgəsində yaşayan soydaşlarımızın Azərbaycana gediş-gəlişini məhdudlaşdırır. Bu istiqamətdə hərəkət yalnız hava nəqliyyatı vasitəsilə mümkündür ki, bu da bir çox insanlar üçün əlçatan deyil. Eyni problem Rusiyada və digər qonşu ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının da hərəkət imkanlarına əngəl yaradır, deyə deputat bildirib. Arzuxan Əlizadə onu da qeyd edib ki, bütün bu çətinliklər milli təhlükəsizlik məsələləri ilə müqayisədə daha az əhəmiyyət daşıyır. Dövlət təhlükəsizliyi və milli maraqları hər zaman prioritet saxlayır və bu baxımdan quru sərhədlərin bağlı qalmasını anlayışla qarşılamaq lazımdır. Əminik ki, mövcud təhdidlər minimum həddə edildikdən sonra quru sərhədlərin də açılması və ümumiyyətlə vəziyyətin normal məcraya qayıtması mümkün olacaq. Statın sonu. Belə, bir daha xatırladım ki, bu kimi xəbərləri ilk olaraq mən Telegram kanalında paylaşıram. zm/Novosti Azərbaycan adı ilə Telegram kanalda axtarıb və abunə ola bilərsiniz. Telegram kanalının linki həm bu videonun təsvir hissəsində, həm də şərhlərdə yerləşdirilir. Link vasitəsilə keçid edib abunə ola bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Yenidən görüşənədək.